Milli Hidrometeorologiya Xidməti avqustun 27-dən 30-una qədər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən ambarda keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib. Faktla bağlı araşdırma aparılır.